Salam dostlar. Bugün ben yine bağçadayım ve giranlarımı, güzel çiçeklerin short videolarını çok paylaştım sizinle. Bir de dedim böyle bir uzun video çekim paylaşım. Çok güzel açırlar durmadan. Bakın necə gözəldirlər. Böyle durmadan açırlar. Bunlar da toxumdan ekdiklərimdir. Maşallah bakın boyları necə uzanıb. Bunları istəyirəm başqa qaba köçürəm, amma havalar istidir deyirəm birdən. Yaxşı olmazlar. Ona görə hələ də yanmışam. Görüm inşallah. Görüm havalar sərin olsa istəyirəm torpağına dəymədən torpaqlı onu da ki ayırmaq lazımdır. Burada hardasa 3-4 dənə sardunya var. Ona görə də gərək heç olmasa ikisini bir qaba əkəm, ikisini bir qaba. Bakın burada da böyle güzel alev alev yanır. Alev alev kırmızım var. Burada da böyle ağı tumur. Bu da bak görürsünüz çiçek sapın. Bu tumurcuk olacak. Toxum olacak dostlar bakın. Ama əslində mən istəmirəm. Mənim toxumlarım çoxdur. Amma ne bileyim qaldı da dəymirəm elə. Bu da açsın qutarsın qıracağım. Burada da böyle. Bu da yine çalıştım. Yeniden bir avokado ektim. Bir dənə deyil neçə dənə ekmişim. Çok geç çıxır amma çıxdı maşallah. Bir de qupqurudur. Gərək suluyam. Bu da toxumdan ekdiyimdir dostlar bakın. Toxumdan ekmişim. Burada da belə üzümlərimdir. Bakın. Asma. Üzümler. Bakın maşallah olsun getirip böyle üzümleri var. Bu da Ətirşah gülümdür dostlar. Burada da ne var? Tez short videolarım paylaştığım gece gündüz güllerim. Bakın necə gözəldirlər. İndi sizə burada bir dənə gözəllik göstərəcəm. Alev alev. Short videolarını çok paylaşmışam dostlar. Bakın da 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 dam. Görün necə gözəldir. Yaradana qurban. Elhamdülillah. Bakın görün necə gözəl. Bir tarafı çəhrayı, bir tarafı sarı. Görürsünüz mü ne kadar güzeldi. Bakın. Hele buna bakın. Çilli çilli. Çəhrayı sarı. Üstünde çəhrayı çilləri, bir tarafı çəhrayı. Bu da bir başka güzellikti. Burada ne var? Bakın. Bu da bir başka güzellikti. O birləri də tumurcuqdadır, hələ açmayıb. Allah'ım ya Rabbim. Allah'ım sənə min şükürlər olsun. Bakın dostlar. Görün necə gözəldir. Güzelliğe bakın güzelliğe. Allah'ım. Allah'ım Allah'ım. Güzelliği yaradana kurban. Allah'ım Allah'ım. Dostlar burada da böyle bir kaktusum var. Bakın çiçəkdədirlər. Tumurcuqdadılar daha doğrusu çiçək. Yox. Tumurcuqdur. Bak bunların tumurcuğudur bunlar. İnşallah açacaqlar tezliğine. Açanda da çəkib sizlə paylaşacağım.
Dostlar, bu hardasa 2 metrə yaxın boyu var, baxın. Boyuna. Mən bunu belə çubuq vasitəsilə belə bağlamışam, buradan, bir də buradan. Bir də belə durdu, dayanmadı dostlar. Bir müddət biraz külək olan kimi yıxılırdı yerə. Ona görə də baxın, gətirdim burada bunu. Belə buradan telinə bağlamışam bura. Baxın. Görürsüz? Dayanmır. Çox uzundur, çox hündürdür deyən dayana bilmir. Saxlaya bilmir özün. Burada da bir başqa kaktusumdur. Orada da aloe veramdır. Burada da nanələrimdir. Dostlar, burada da mənə elə gəlir bu şəftəli ağacıdır. Dənəsini əkmişdim. Çox dənə tumun əkmişdim. Bilmirəm, çox tum əkmişdim. Bunlar çıxıb, bunu da mən götürdüm, belə qaba əkdim. Bilmirəm, bu yəqin ki şəftəlidir. Əgər biləniniz varsa yazar. Bu da belə pul gülümdür. Burada da belə qala Coleus gülümdür. Coleus. Burada da baldilərimdir. Baldilərim, baxın. Gül üstünü alıb. Burada da bu çiçəyimdir. Orada da yenə geranlarımdır. Burada geranımdır. Açırlar, solurlar. Burada da sarı bir balaca çiçeği var. Sarı kalmışım. Bu yıl almışdım bunu. Tamam tökdü, yarpaqların yenidən çıxdı. Buradan da yenidən bir çiçək gətirib. İnşallah get-gedə böyüdükcə çiçəyi də böyüyəcək. Burada da gözəllərim, begoniyalarımdır. Bu da begoniyamdır. Begoniyam. Bu da gül xətmidir. Bu da belə bir çiçəkdir. Hələ açmışdı. Üstündə tumucukları var. Açar yəqin yenə. Burada da nanələrimdir. Reyhanımdır. Sonra belə bir gözəlliyimdir. Burada qazaniyalarımdır, yumulub, günəş batıb deyə. Burada da yenə nanələrimdir. Bu da payız güllərimdir. Burada da güllərimdir, zinalarımdır. Burada reyhanlarımdır. Burada da papatyamdır. İkinci dəfə açır. Burada reyhanlarımdır. Bu da pomidor ştilimdir. 2 dənə pomidor ştilidir. Gözəlliyinə baxın. Maşallah, maşallah, maşallah. Burada da reyhanlarımdır. Burada da güllərdir. Toxumlarını səpmişdim. Reyhanlarımın içində. Bu da ətirşaxdır. Bağçanın içində əkdiyimdir. Burada da deyəsən gülüm açıq. Görüm, onu göstərə bilirəm. Oy. Oy, oy, oy. Gözəllik, gözəllik. Gözəllik, gözəllik. Necə də gözəlsən. Burada da zambaqlarımdır. Bu da ən böyük zambaqdır. Baxın, maşallah, tumurcuqdadır. İnşallah külək olmaz, yaxşı açar. Bunların boyu hələ balacadır. Yəqin ki uzanar bunlarda.
Bu da gül xətmi çiçəklərimdir. Gül xətmilərim. Baxın gözəllərim. Burada da belə bir gözəllik var. Bu gözəlliklə videomu bağlamaq istəyirəm dostlar. Bugünkü videom da bura qədər olsun. Beğen atmağı, yorum yazmağı unutmayın. Sağ olun. Yeni videolarda görüşərik inşallah.